Bu videoda sizinlə bərabər funksiyalara giriş edəcəyik. Funksiyalar parametrli və parametrsiz ola bilər JavaScript-də. Ümumiyyətlə funksiya nədir? Əvvəlcə ondan bəhs edək. Funksiya müəyyən əməliyyatların yadda saxlanılıb sonradan işə salına bilməsi üçün bir alətdir. Belə deyək. Yəni təbii ki, çox fərqli təriflər verilə bilər funksiyaya. Nə qədər proqramçı varsa, o qədər tərif verilə bilər təbii ki, funksiyaya. Hər bir tərifini verə bilər. Mən də verdiyim təriflər var. Siz də anladıqca özünüz üçün müəyyən bir fikir formalaşdıra bilərsiniz funksiya barədə. Funksiya dediyim kimi müəyyən kodları yadda saxlayırsınız. Lazım olanda həmin kodları işə salırsınız. Məsələn, tutaq ki, siz bir oyun oynayırsınız. Oyunda maşın var. Maşın irəli gedir, sağa gedir, sola gedir. Bu hərəkətlərin hamısı üçün müəyyən bir kodlar yazılır. Onu JavaScript-də də hazırlayacağıq irəlidə. Məsələn, maşın irəli gedəndə irəli getmək üçün kodlar işə düşür. Sağa gedəndə sağa getmək üçün kodlar işə düşür. Sola gedəndə sola getmək üçün kodlar. Baxın, bu hər bir hərəkət üçün kodlar ayrı-ayrı funksiyalarda yadda saxlanılır. Sonradan lazım olanda həmin funksiyalar işə düşür. Yəni siz məsələn irəli getmək düyməsini basanda irəli getmək üçün lazım olan kodların birləşdiyi funksiya işə düşür. Birinci funksiya. Məsələn, sağa getməyə basanda ikinci funksiya işə düşür. Sola getməyə basanda üçüncü funksiya işə düşür. Yəni dediyim kimi funksiyalar müəyyən bir yerdə yadda saxlanılır və lazım olanda işə düşür. İndi yazdıqca bunları sizə daha ətraflı izah edəcəm və sırda bir eventdə göstərəcəm sizə. Baxmayaraq ki, hal-hazırda biz eventlərə keçmirik. Məsələn, düyməyə basıldıqda funksiyanın işə düşməsi. Onu hələ ki keçmirik. Amma sadəcə maraq üçün sizə göstərəcəm ki, daha ətraflı bilmiş olasınız. Funksiyalar birinci parametrsiz olur. Parametrsiz funksiyalar. Məsələn, function. Burada function sözü vasitəsilə funksiyanı yaradırıq. Bundan sonra funksiyaya bir ad qoyuruq. Məsələn, ad nə ola bilər? Ad, məsələn, ad. Elə ad qoyaq, məsələn. Müəyyən bir əməliyyatlar yazaq. Məsələn, console.log salam. Bu funksiyanın işi nədir? Bu funksiyanın işi salam yazısını çap eləməkdir. Baxaq görək nə baş verir. Heç bir şey baş vermir. Niyə heç bir şey baş vermir? Çünki funksiya yazılıb, amma funksiya işlədilməyib. Qeyd etdiyim kimi. Yəni siz bir oyun oynayırsınız. Orada siz irəli getmək düyməsini basmadıqca o irəli getmir. İrəli getməyin kodları işə düşmür. Burada da belədir. Biz funksiyanı yaratdıq, amma biz bu funksiyanı işə salmamışıq. Biz bu funksiyanı işə salmadığımız üçün bu kodlar işə düşmür. İşə düşmür, nəticədə biz onun kodlarını görmürük. Amma biz bu funksiyanı işə sala bilərik. İşə salmaq üçün nə edə bilərik? Sadəcə funksiyanın adını yazırıq, mötərizə açıb bağlayırıq. Parametr olsaydı parametr qoyardıq, amma bu parametrsiz funksiyadır. Ad yazırıq, mötərizə açıb bağlayırıq. Burada da mötərizə açıb bağladıq. Bundan sonra indi səhifəni yeniləyək. Gördüyümüz kimi salam yazıldı birbaşa. Əgər funksiyanı biz 2 dəfə yazsaydıq, 2 dəfə çağırsaydıq, o zaman gördüyümüz kimi belə olacaqdı. Funksiyanı biz 3 dəfə yazsaydıq, o zaman 3 dənə olacaqdı. Burada başqa bir məsələ də var. Yəni uzun bir kodlar ola bilər burada. Siz o kodları təkrar-təkrar kopyalamaq yerinə bir dəfə adını yazırsınız, istifadə edirsiniz. İkinci dəfə yazırsınız, istifadə edirsiniz. Bu qaydada istifadə edə bilirsiniz. Yəni funksiya həm də kod təkrarını azaldır. İndi bunları ilk başlarda biraz qaranlıq gələ bilərsə, qarışıq gələ bilər, normaldır. Yavaş-yavaş yazdıqca daha ətraflı başa düşərsiniz. Yəni peşəkarlaşdıqca daha yaxşı anlayırsınız bunları. Elə mövzular var ki, adama bir il sonra aydın olur. Mənim məsələn olub proyektlərdə bir il kod yazmışam, anlamadan. Bir ildən sonra anlamışam ki, bu kodu mən bir ildir buna görə yazmışam, sən demə. Yazırdım məsələn kodu, işləyirdi. Proyekti işlədirdim, amma anlamırdım. Bir il sonra anladığım oldu. Yəni belə bəzi şeylər var ki, zamanla gec anlaşılır və insan beyninə zamanla oturur. Bu formada gördüyümüz kimi yazırıq. Funksiyanı işə salmaq qədəsi birinci bu. Bir də başqa bir nümunədən də deyim sizə. Məsələn, mən bayaq dedim. Siz irəli getmək düyməsini basanda, məsələn, maşın oynayırsınızsa, düyməni basırsınız, bu işə düşür. Və yaxud burada, məsələn, görürsünüz, burada, məsələn, Windows düyməsi var. Biz bu düyməni basanda bu açılır. Gördüyümüz kimi açıldı. Niyə açıldı? Necə açıldı? Buranı açmaq üçün kodlar var. Yəni, müəyyən bir kodlar var. Windows'un arxa planda işləyən o kodlar var. O kodlar işə düşür və bu pəncərəni açır. Normalda bu açılmır. Baxın, o kodlar fərz edək ki, bir funksiyada yerləşir. Biz bu düyməni basanda funksiya işə düşür və bu pəncərəni açır. Biz kənara basanda o funksiya, başqa bir funksiya işə düşür, pəncərəni bağlayır. Yəni, biz hansısa bir düyməyə basanda,
nəsə bir şey eləyəndə də funksiya işə düşmüş ola bilər. Bunun üçün nə edə bilərik JavaScript-də? Bu əslində başqa bir mövzudur, eventlərdir, amma qısaca göstərmək istəyirəm. Burada bir button açırıq. Məsələn, button. İçinə yazıram OK. Burada içinə yazıram funksiyanı işə sal. Deməli, baxın, burada funksiyanı işə salmaq üçün burada yazırıq onClick. Bəli. OnClick nədir? OnClick düyməyə basıldıqda hansı JavaScript kodlarını işə salacağıq onu bildirir. Məsələn, OnClick-in içinə alert yaza bilərik. Alert 1. Məsələn, qalx bunu 2 dəfə yazırıq. Yeniləyək səhifəni. Funksiyanı işə sal. Görürsünüz, alert çıxdı. Gördünüz bu şəkildə. Yəni, indiyə qədər bunu eləmirdik. Həmişə səhifə açan kimi birbaşa kodlar işə düşürdü. Artıq düyməni basandan sonra kod işə düşür. OnClick nə edir? OnClick elə bir ki, düyməyə basıldıqda hansı JavaScript kodları işə düşəcək, onu bildirir. Alert kodu işə düşür. Əssalam, bu qədər. Ancaq kodlar uzun ola bilər təbii ki. Kodlar uzun olanda buraya yazılmır, birbaşa qarışıqlı olar. Kodlar uzun olanda sadəcə funksiyanın adı buraya yazılır. Ad yazırıq, mötərizə açıb bağlayırıq. Yəni bu funksiya. Bu demək ki, düyməyə basıldıqda bu funksiya, ad adında funksiya işə düşsün. Burada alert eləyək, alert salam. Məsələn, yeniləyək səhifəni, düyməni bastıq, gördüyümüz kimi salam yazısı işə düşdü. Yəni bu qədər. İndiyə qədər yeni etirdiyimiz bütün əməliyyatları bu qaydada eləmək olar. Yəni düyməyə basdıqda bu əməliyyatların işə düşməsini təmin etmək mümkündür. Bu şəkildə. Yəni indiyə qədər yazdığımız hər şeyi bu formada yazmaq olar. Məsələn, bu qalsın yuxarıda biz bir dənə başqa bir funksiya da yazaq. Function, məsələn, təsadüf deyə bir funksiya yazıram. Bu funksiyanın işi nə olsun? Bir dənə təsadüfədə də götürək. ABV-də mass.random alert A. Bu funksiyanın işi nə deməkdir? Bu funksiyanın işi təsadüfə də döndürməkdir. Bir dənə yazaq button. OnClick bərabərdir. Təsadüf. Yazıram. Funksiya, yox, təsadüfə ədəd göstər. Ədəd göstər. İndi səhifəni yeniləyək. Funksiyanı işə sal basıram, salam çıxır. Təsadüfə də göstəri basıram, görürsünüz təsadüfə də çıxır. İkinci dəfə basanda başqa təsadüfə də göstərəcək. Üçüncü dəfə basanda başqa təsadüfə də göstərəcək. Bu şəkildə biz düymələrlə funksiyaları bir-birinə əlaqələndirə bilirik. Bu əslində başqa mövzulardır. Bəzi dərsliklərdə fərqli izah olunur. Amma mən burada bunu daha yaxşı göstərmək üçün, biraz da maraqlı olsun deyə bunları bir dəstə birləşdirməyə çalışdım ki, biraz daha maraqlı olsun sizə. Bu funksiyaya sadəcə giriş idi, parametrsiz, heç bir qiymət döndürməyən funksiya. Növbəti dərsimizdə artıq parametri və qiymət döndürən funksiyalara da baxacağıq.